Naxçıvanda bir qrup şəxs məscidlərdə İmam Mehdini tanıtmaq məqsədi ilə uşaqlara hədiyyələr payladıqları üçün saxlanılıb. Reallıq TV Qaynar infoya əsasən məlumat verir ki, saxlanılanlar arasında 1995-ci il təvəllüdlü Abbas, 1984-cü il təvəllüdlü Xaliq, 1996-cı il təvəllüdlü və Babək rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışan Elsəbər, həmçinin Oruc adlı şəxs var. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi qaydalarının pozulması maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Məhkəmədə müəyyən edilib ki, adı çəkilən şəxslər tədbirləri Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən Təzə Axund Hacı İntiqam, Hacı Mehdi, Axund Hacı Malik və Xəndək, Hacı Cəlil məscidlərində təşkil ediblər. Saxlanılan şəxslərdən bəziləri məscidlərdə dini vəzifələr icra ediblər, digərləri isə müxtəlif sahələrdə çalışıblar. Onlar sakinlərdən 10-15 manat toplayaraq İmam Mehdinin mövlud gününü qeyd ediblər. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimələnib. Uşaqların da iştirak etdiyi bu tədbirlərdə dini çıxışlar edilib. Onlara şirniyyat, meyvə suyu, oyuncaq və üzərində ata və anaya hörmət mövzusunda hədislər yazılmış, arxa tərəfində Azərbaycan bayrağı olan təxminən 100 kağız paylanılıb. Hədiyyələrin Bahar Kargo tərəfindən hazırlandığı məlum olub.